danışdıqca dolaşırıq. Çünki Bəli. problemlər çoxdur. Çünki Allah səbir fərqlidir. Bəli, bəli. Allah güc qüvvət versin sizə. Həqiqətən Yəni, də çox tək çətindir. bir O yön qədər yoxdur, asan deyil. Gəldim, bəli. qapını döydüm, pulunu ödədim, uşaq sahibi oldum. Yox. O qədər bəsit deyil. Deyil. Hə, o bəsit əgər sən sağlam olduğun halda evdə ev şəraitində əldə edə bilərsən. Əgər sağlamlığın Nə qədər yerindədirsə. çətin olduğunu bir dənə düşünün buradan. Birinə kilo verin deyirsiniz və gedib o kilonu verə bilmir. Çünki yemək istəyir. Doğru mu? Yəni, sən özün üçün olanı özünə edə bilmirsən. 1 kilo verməkdir. Yəni, bunun da tək yolu nədir? Az bəslənmək. Kalori açığı. %10 sağlamlıqdır. Bəli. Kalori açığı oluşturmaq lazımdır. Bu da bir iradədir. Çox çətin bir işdir. Asan bir iş deyil. Hər gələn ananın özünün bir tibb hekayəsi var. Tibbi kartı var, anamnezi var. Siz xatırlayırsınız onları qarşınıza gələndə? Bəli, bəli. Mən inanın, soruşun evdə nəyim vardadır bilmirəm. Amma bütün pasiyentləri sözsüz ki, biz bu işə çox əmək veririk doğrudan da. Səhər çox tez saatlarda başlayıb axşama qədər. Doğrudan da asan bir iş deyil. Yol özü çox çətin bir yoldur. Biz özümüz də başarı istəyirik. Niyə? Çünki çox əziyyət çəkirik. Bu pasiyenti almaq, onu bu vəziyyətə gətirmək, ondan yumurtanı toplamaq, onu mayalandırmaq, daha sonra o endometriumu düzənə qoymaq, transfer etmək. Əlbəttə ki, biz də özümüz ilk səhər gələndə bugün analiz sonuçları varmı deyə bir-birimizə soruşuruq. O gün çıxacaq analizləri, ondan sonra o analizləri danışırıq. Niyə tutdu bu, niyə tutmadı bu? Bildiniz necə? Laboratuvarla danışırıq. Laboratuvarın içərisində embriologlarla danışırıq ki, burada nə ola bilərdi, niyə ola bilərdi? Bu qədər gözəl döl verilib, amma başarı şansı olmayıb. Bunların hamısı, hələ bu ekstrakorporal müalicə dünyanın hər bir yerində hələ də çox dərin araşdırılır. Yəni, çox, hətta bilirsiniz, yeni alətlər var, embrionu biz takib edə bilirik, böyüməsini. Yəni, artıq bunun için çox çaba göstərilir. Yəni, niyə məsələn biz deyirik ki, başarı şansı bütün ekstrakorporal müalicələrdə 60%, ən maksimal 70%-dir. Bəs bu 30%-ni tapmaq üçün inanın, hələ də tibb bununla mübarizə aparır ki, biz inanırıq ki, bu da tapılacaq. Tək hədəfimiz var, hamilələrimiz olsun, hamilə sayımızı artıraq, başarı şansımızı artıraq. Bizim deyil, dünyanın hər bir yerində bir ekstrakorporal mayalanma müalicə mərkəzlərinin tək hədəfi var. Hədəfi də əlbəttə ki, o mərkəzlərdən hamilələr, yəni insanlar doğrudan da sonsuzluğa son desinlər və çox əziyyət çəkən bir xəstə qrupudur, pasiyent qrupudur doğrudan. Hər yeri gəzər, hər tədavi alar, hər yerdən bir ümid gözləyər və onlar üçün hamilə qalır və o uşaq, bütün evladlar dəyərlidir. Mən bunu hər zaman deyirəm, amma onlar biraz daha fərqlidirlər. Biraz öncə dedim o yumurta hüceyrəsi, embriyonun uşaqlığa yapışmasında orada yerli olaraq nəsə təyin olunurmu? Progesteron tədavisi çox önəmlidir bizim üçün. Yox, progesteron yox. Ümumiyyətlə, bax, biz həmişə indi bilirsiniz də, bugün klassik təbabətlə alternativ təbabət arasında böyük mübarizə gedir. Biri digərini qəbul etmir və ya kimsə hansısa bir nəticəni göstərəndə. Biz ancaq, necə deyim sizə, kanıta dayalı, sübutlu. Bu alternativ təbabət adında mən Mən xəyallara inanmayan bir insanam. Bir doktor olaraq da mən ancaq isbatlı, sübutlu, yəni bunun isbatı olmalıdır, sübutu olmalıdır. Bunu dünya qəbul etməlidir. Bu guideline-larda olmalıdır, protokolə girməlidir. Biz ondan sonra bunlara inanıb bununla davam edirik. Əlbəttə ki, bəzi bunu yüzdələrlə danışmamız lazımdır. 3 xəstədə bilməm hansısa tədavini etdik də, o 3 xəstə hamilə gəldi də, bu tədavi yöntəmi artıq bir yenilikdir. Xeyr, belə bir şey yoxdur. Bu, əvvəl yüzdələrə girməlidir. Bu, əvvəl yaş qruplarında işlədilməlidir. Bunun bir statistiyi çıxarılmalıdır. Ondan sonra bunun maliyyətinə baxılmalıdır. Bunlar çox önəmlidirlər. Yoxsa mən, baxın, bunu elədim də, mən 3 xəstədə elədim, mən alqış, bu belə bir şey yoxdur. Bu sizin
Keçən verilişimizdə, Bəli. ilk çıxışımızda dediyiniz kəlmə, nə etsəm də, nə qədər individual yanaşsam da protokoldan qırağa Bəli, çıxmıram protokol deməkdir. şərtdir. Bunu Bu çox çünki vacibdir. doğrudan da bunların üzərində çox çalışılır, dünya çalışılır, protokolə uymamız lazımdır. Amerika kəşf etməyimizə ehtiyac yoxdur, zaten edilir. Əlbəttə ki, biz yeniliklərimiz varsa, bir şeylər tapmışıqsa, çox xəstə üzərində bunu eləyib başarılı olduğumuzdan əminiksə, zaten biz bunu dünyaya sunarıq. Yəni biz də bir yenilik olaraq gələrik, onlar da baxarlar, ən böyük mərkəzlər baxar, hər yer baxar, bu çalışma gündəmə girər, illərcə çalışılar. Ondan sonra bəli, bu artıq oluna bilər bu xəstələrə deyə. Yoxsa mən özümdən getdim, oturdum evdə də düşündüm də gəldim sənə bunu etdim. Bunlar tamamən yanlış və tibbə uymaması bu mümkün deyil. Bunlardan uzaq olmamız lazımdır. Xoş oldu sizinlə söhbət. Sağ olun, çox sağ olun, minnətdaram. Var Mənə mı də sonda xoşdur. demək istədiyiniz? Yenə də demək istədiyim düzgün yolda hərəkət edərsək sonunu görəcəyik. Hər zaman bunu deyirəm. Şərt deyil birinci aydan başarılı olmaq və ya gəldim mən bir dəfə ekstrakorporal müalicə aldım da mən başarısız oldum da ruhdan düşdüm. Xeyr, bu yöntəm elə bir yöntəmdir ki, bu yöntəmlə enində sonunda ana olacaqsınız. Hər zaman deyirəm. Mən də Tibb elmləri doktoru, qadın xəstəlikləri doğum uzmanı, cərrah mama ginekoloq Aytən Səfərova studiyamızın həkim qonağı idi. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa, Baku Medical Plaza Klinikasının mərkəz filialına gedə bilər, konsultasiyalara yazıla bilər, hətta qəbula düşüb. Əgər sonsuzluqdan uzun illərdir əziyyət çəkirsinizsə, bilin ki, doğru seçim Aytən Səfərovadır. Amma doğru dəyərləndirmək lazımdır. Burada da individual yanaşma, protokoldan çıxmama şərti ilə bizə və doğulacaq körpəmizə zərər verməmək şərti ilə. Nədir bunun adı? Aytən Səfərovanın Sonsuzluq Mərkəzi. Təşəkkür edirəm, xoş oldu. Sağ olun, minnətdarım.